Alqışlarla futbolçular meydançaya daxil olur. Hər vaxtınız xeyir olsun hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də futbol bayramıdır. Bugün AFFA U13 Liqasının 8-də 1 final mərhələsinin ilk oyunları keçirilir. Turun maraqla gözlənilən qarşılaşması isə Sərhədçi İdman Olimpiya kompleksinin meydançasındadır. Burada Qarabağ futbolçuları Qəbələ İdman klubunu qəbul edəcək. Hər iki komandaya bugünkü oyunda uğurlar arzu edirik. Ümid edirik ki, bugün ədalətli mübarizə izləyəcək. Ədaləti isə bugün Nahid Xasiyev və Fəroz Əliyev qoruyacaq. Ümid edirik ki, inanırıq ki, həmişə olduğu kimi bugün də güclü olan tərəf qələbə qazanacaq. Saat 16 tamamında başlayacaq bu qarşılaşma. Bir neçə saniyədən sonra start götürəcək. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Dəstəyə görə AFFA-nın icraçı vitse-prezidenti hörmətli Sərxan Hacıyevə öz təşəkkürümüzü bildiririk. Artıq qarşılaşma başlamaq üzrədir. Biz isə komandaların heyətləri ilə tanış olaq, daha sonra statistika. Bu komandaların keçirdiyi görüşlər, gəldiyi yollara bir daha nəzər salacaq. Artıq start səsləndi qonaq komanda və Zəfər İbrahim dərhal qapıya, içəriyə doğru ötürmə etməyə çalışır, lakin müdafiəçilər topu uzaqlaşdırır. Komandaların heyətləri bu cürdür. Qəbələ klubunun heyəti qapıda 1 Yusif Süleymanov, 2 Bəhlul Zeynalov, 4 Osman Xasməmədli, 5 Rafiq Abbasov, 7 Yunus Hakimi, 8 Rahim Əhmədli, 9 Hilal Şeydayev, 10 Asim Cəfərli, 17 Kənan Yolçiyev, baş məşqçi Rəvan Rəcəbovdur. Qarabağ komandasının heyəti Zəfərdən qapıya zərbə, top qapının üstündən keçir. Qarabağda qapıda 1 Sirac Quluzadə, 3 Tunar İmanov, 7 Zəfər İbrahim, 10 Rəsul Mirqafarov, 11 Elcan Qəribli və riskli bir ötürməkdir. 11 Elcan Qəribli, 15 kapitan Sənan Zeynallı, 25 Kamil Bədirxanlı, 26 Emil Həsənzadə, 91 İsmail Rəsulov. Baş məşqçi Elşad Xudadatovdur. Qəbələ futbolçuları əks üzün qurmaq üçün əla bir imkan qazanıblar. Rəsul solda oynuyor. Zəfər bir rəqibinə keçdi. İçəriyə doğru ötürmə etməyə çalışır və buna da nail olur, amma ötürmə o qədər də yaxşı alınmır. Tunar topu bir qədər geriyə çəkir. Elcan Qəribli irəli oynuyor. Küncdən zərbə. Qarabağ küncdən zərbə ilə topu oyuna daxil edəcək. Ehtiyat oyuncularla da sizi tanış edirəm. Qəbələdə 12 Ömər Bilalov, 16 Andrey Qalbi, 11 Hünər Məmmədli, 13 Elcan Hümbətov, 18 Ömər Məmmədli, 14 Leo Qovasari küncdən zərbə ilə top oyuna daxil edildi. 15 Mətin Məmmədli, 3 Elaris Mehdili, 6 Hünər Hüseynovdur. Daha bir alt atışını İmanov yerinə yetirəcək. Emil de oynuyor. Daha bir out. Qarabağın ehtiyat oyuncular skamyasını sizə təqdim edirəm. 88 Azər, Osmanlı 14, Zeyd Çodarov 22, Ömər Məmmədli 61, Kadirhan Şahinoğlu 17, Vüsal Atakişiyev 4 Ayxan Verdiyev. Bugün onun doğum gündür. Onun doğum günü münasibətilə təbrik edirik. Zəfər solda oynuyor. Bəhlulu keçmək bu epizodda mümkün olmur. Bəhlul Zəfər mübarizəsini izləyirik. Geriyə daha bir riskli ötürmə. Hər şeyi burada Qəbələ futbolçular üçün yaxşı qurtarır. Hilal ötürmə verməyə oyuncu axtarır. İrəliyə. Yox, Hakim. Davam edir Rahim. Bu epizodda yerdə qalmışdı. Kənan. Topu özündə. Yox, Hakim bildirir ki, bu epizodda hər şey qaydalar çərçivəsində baş vermişdi. Out. Qəbələ futbolçuları topu oyuna daxil edəcək. Sol cinaha doğru türmə. Geriyə Yusif. Yenidən Bəhlul.
Ötürmə verməyə oyuncu axtarır, mərkəzdə oynayır. Rahim Əhmədli. Rahim sol cinahə doğru ötürmə. Yunus Hakimi oyundan kənarı, vəziyyət yoxdur. Yunus qapıya zərbə və gol! Gol! Qəbələ futbolçuları topu qapıdan keçirir. Yunus'un qolu. Bir anlıq o epizodda ötürmə gözlürdüm. Asim Cəfərli boş mövqedə yanmışdı, amma Yunus Hakimi oradan qapıya zərbə indirəcəyinə inanırdı və bu cür gözəl gol vurur. Görüşün 7-ci dəqiqəsində Qəbələ oyuna golla başlayır. Vurulan bu golun təkrarı bir daha bizlərə təqdim olunacaq. Rahimdən Iniesta sayaq ötürmə oyundan kənar vəziyyət yoxdur. Asim də orada boş mövqedir, qapıya zərbə vurmaq qərarına gəlir. Qəbələ görüşdə hesabı açır. Mən də bir anlıq Asim Cəfərliyə ötürmə ediləcəyini gözləyirdim, amma Yunus Hakimi bu epizodda ən düzgün olan etdi. Qarabağ futbolçular indi bərabərlik qolunu axtarışlar. Qapıya zərbə Bədirxanının zərbəsindən sonra top qapının üstündən keçir. İrəliyə doğru ötürmə izləyirik. İsmail. Rəsul istiqamət ötürmək keçmir. Qəbələ futbolçu yenidən əksini qurmaq üçün əla bir imkan qadır Rahim. Rahim sürətli bir rəqimlə keçməyə çalışır. Rahimlə aldadıcı hərəkətlər, amma Rəsulla burada ikili sıxışdırma ilə Qarabağın Qəbələnin futbolçusundan topu almaq mümkün. İrəliyə doğru ötürmə qapçı. Yunus Süleymanov bu epizodda vaxtında irəli çıxaraq təhlükənin böyüməsinə mane olur. İrəliyə doğru ötürmə. Hakim devam edir. Rahim. Az önceki epizodun təkrarı sanki bizə Yunus içəriyə bu dəfə qapçı Sirac, amma o zərbə deyil. Quluzayda topu ələ keçirir və dərhal da irəliyə Qarabağın növbəti bərabərlik qoluna doğru irəliləyirlər. Elcan. Hücumun cinahı dəyişir. Yusif Süleymanov topu oyuna daxil edir. Bəhlul oynuyor. Yenidən Yusif irəliyə doğru ötürmə. Burada Qəbələ futbolçularından vardı, amma Tunar İmanov topu uzaqlaşdırmağa çalışırdı. Geriyə Sirac topu qüvvətli zərbə ilə irəli vurur. Hörmətli futbol azarkeşləri, Qarabağ paytaxt zonasında 5-ci pilləni tutaraq indi Qəbələ daha bir hücum qurmağa çalışırdı. Kamil yox, əks hücum qurmaq üçün indi Qarabağ futbolçusu yenidən topu alır. Rəsul hücumun cinahını dəyişir. Zəfər İbrahim rəqibini keçməyə çalışır. Zəfər bu qapıya zərbə və gol. Yox, top qapıya daxil olan bir anlıq bizə elə gəldi ki, artıq hesab bərabərləşib. İsmail önünü boşaltdı, qapıya zərbə və qapçı. İkinci zətdə Yusif topu ələ keçir. Dərhal da irəliyə doğru ötürmə. Bərabərlik qoluna az qalmışdı. Zəfər İbrahimin təhlükəli zərbəsi yadda qalan olur. Sirac Tunar'la oynuyor. Tunar. Rahimi. Keçdi Rəsul. İrəliyə doğru ötürmə. Qəbələ futbolçuları Kənan Yolçev istiqamətini tutma, amma burada İsmail ona qarşı mübarizə və İsmail topu rəqibindən almağa bacardı. Bir rəqibindən keçdi, ikincisindən də sıxılır mərkəzdən sürətlə irəliləyir. Qapıya zərbəsini indir, amma top Qəbələ futbolçularının dəyərək istiqamətini dəyişir. İsmail Rəsulov gözəl keçid etmişdi. İkincidən zərbə ilə Qarabağ futbolçuları topu oyuna daxil edəcək. Elcan Qəribli topun gerisindən 11 nömrə futbolçu içəriyə doğru ötürmə, müdafiəçilər qapıya zərbə və gol. Hesab bərabərləşir. Qarabağ topu qapıdan keçirir. Kamil Bədirxanlı bərabərlik golunu vurur. 1-1. Hesab bərabərləşir. Tablodakı birlər bərabərləşir. Elcan Qəribli içəriyə doğru ötürmə etməyə çalışır. Burada Qəbələ futbolçuları topu uzaqlaşdıra bilmir. Kamil topu qapıdan keçirir. Qəbələ futbolçuları mərkəzdən topu oyuna daxil edir. Hesab bərabərləşib artıq. Rəsul. Mirqafarov. Mərkəzdə topu özündə saxlayır. İsmail. Yenidən Rəsul. Asim ondan. Yox, topu ala bilmir. Rəsul hələ ki Elcanla oynayır. Elcan Qəribli. Top hələ ki onda da alıcı hərəkətlərdən istifadə edir. Yunus ona qarşı mübarizə. İçəriyə doğru ötürmə. Topa toxunmaq mümkün olmur.
Hakim bildirir ki top Qəbələ futbolçularına deyərək meydanı tərk etmişdi. Daha bir ikinciden zərbə, bu dəfə Zəfər İbrahim topu oyuna daxil edəcək. Zəfərdən içəriyə doğru gol! Rəsul Mirqafarov topu qapıdan keçirir. Qarabağın 10 nömrəli futbolçusu. Qarabağ oyunda geri dönüş edir. Bir anlıq bizlərə elə gəldi ki, topu qapıdan Kamil keçirib, amma Rəsul hesabı 2-1 edir. Golun təkrarı bizə bir daha təqdim olunur. Zəfərdən ötürmə və tək toxunuşlu zərbə ilə Qarabağ topu qapıdan keçirir. İrəliyə doğru ötürmə izləyirik. Kamil topladı. Elcanla oynuyor. Yenidən Kamil dibar ötürməsi uğurlu alınır. İçəriyə ötürmə, amma daha bir ikinci zərbə artıq Qarabağın standart vəziyyətləri olduqca təhlükəli olmağa başlayıb. Qarabağ hər iki qolu standart vəziyyətdən sonra vurub. Bu dəfə sağ ikinci zərbəsindən Elcan Qərəbli topu oyuna daxil edəcək. Elcan topu oyuna daxil edir. Başla qapıya zərbə, Qarabağ daha bir gol vurur. Bu dəfə də standart vəziyyətdən sonra, ikinci zərbəsindən sonra Qarabağ və bu dəfə də Kamil Bədirxanlı o özünün ikinci, komandasının üçüncü goluna imza atır. Elcanın ötürməsi və Kamil burada hamıdan hündürə tullanaraq hesabı bərabərləşdirir. Rahim cərmə zərbəsindən topu oyuna daxil edib, bir başa qapıya zərbə vurmağa çalışırdı. Rahimdən daha bir zərbə, qapıcı Sırat topu ilə buraxır. Qapıya zərbə, Yunusun zərbəsi qapının yanından keçir. Bugün Qəbələnin heyətində təhlükəli oyunculardan biridir Rahim. Yunus Rahimidir. Qapıdan zərbə ilə Sirac Quluzadə topu oyuna daxil edəcək. Qəbələ hesabı açsa da Qarabağ sonradan 3 gol vuraraq hesabı öz xeyrinə dəyişməyi bacarıb. İsmail Rəsulov. Yenidən İsmail. Rəsul. Hələ ki topladı və out, top meydanı tərk edir. Artıq ilk hissənin də sonlarıdır. Hakim hər an bəli. İlk hissənin vaxtı bitdi. Tərəflər fasiləyə ayrılır. Qısa fasilədən sonra yenidən birlikdəyik. Sabah ne çıkıyorsa sonra Bir daha vaxtınız xeyir olsun hörmətli futbol azarkeşlər AFFA 13 liqasında 8'də 1 final mərhələsinin ilk oyunu ikinci hissə başladı. Qarabağ Qəbələ görüşündə ilk hissədən sonra qapılara 4 gol vuruldu. Qəbələ futbolçuları hesabı açsa da Qarabağ Kamil, Rəsul və yenidən Kamilin 2 golü ilə hesabda öndədir. Ümid edirik ki, inanırıq ki, ikinci hissədə hər iki komandanın ifasında gözəl oyun izləyərək. İlk hissə hardan gəldi, necə gəlib keçdi xəbərimiz olmadı. Bunu ikinci hissədə görmək istərdik. Elcan Qərəbli ikinciden zərbə ilə topu oyuna daxil edəcək. Elcandan içəriyə doğru itmə, qapıcı topu uzaqlaşdırmağa çalışır. Hələ ki, Qəbələ futbolçular Rəsul indi qeyri-adi bir zərbə ilə topu qapıdan keçirməyə çalışırdı. Zərbə və gol vurulur. Qarabağ Zəfər İbrahimlə ilk hissədə edə bilməmişdi. Bir neçə real imkanı bir epizodda top dirəkləyərək oyuna qayıtmışdı. Digər epizodda isə top qapının üstündən keçmişdi. Bu dəfə isə ikinci hissədə Zəfər İbrahim. Qarabağ bu dəfə də ikinci zərbəsindən sonra fərqlənməyi bacarıb. Hər 4 golun 4'ü də standart vəziyyətdən sonra vurulub. Mərkəzdən Qəbələ oyuncuları topu oyuna daxil edir. Qəbələ komandası haqqında sizə məlumat vermək istərdim. İkinci hissədə artıq Qəbələnin heyətində oyuncu dəyişiklikləri
baş verib. Bir Hünər Məmmədli 11 nömrəli oyunçunun hal-hazırda topları yerində çevirməyə çalışır, amma Rəsul ona mane olur. Qarabağ futbolçuları yenidən əks üçün qurmaq üçün imkan qazanıblar. Elcan Qəribli, Elcan sağ içinə topu sağa çəkdi, başını qaldı içəriyə. Baxdı, amma hələ ki top ondadır, geri ötürmə. Qapısı indi topu, bəli, Yusif. Top ondadır. Qəbələ, Şimal, Qərb və Qarabağ zonasının lideri kimi 8-də bir final mərhələsindən vəsqi qazanıb. Mingəçevirdə keçirilən oyunlardan sonra sol cinaha doğru ötürmə. Yaxşı ötürməkdə, amma Hilal topa yetişə bilmir. Qəbələ komandası 37 xalla Mingəçevir zonasını birinci tamamladı. Burada Bərdənin Qala komandası, Ağdaşdan Şirvan, Mingəçevirin Ulduz, Yevlaxın Karvan, Mingəçevirin daha bir təmsilçisi Uğur qərarlaşmışdı. Qapıya zərbə Elcandan gəlir. Yunusa dəyən top meydanı tək idi. İkincidən zərbə ilə Qarabağ növbət dəfə gün zərbəsini yerinə yetirəcək. Bu dəfə də təhlükəli olacağına artıq biz də inanmağa başlamışıq. Gəlin bu gün zərbəsini izləyək, söhbətimizə davam edərək. Bu dəfə də Elcan Qəribli gün zərbəsi ilə topu oyuna daxil edəcək. İçəriyə doğru ötürmə, qapıya zərbə yox. Topu qapıdan keçmir. Bəhlul topu uzaqlaşdırmağa çalışırdı. Qapıya zərbə alınmır. Kənan sağdan, amma İsmail buna mane olur. Cəlmə zərbəsini Qəbələ futbolçuları yerinə yetirəcək. Qapı istiqamətinə zərbədən sonra top canlı sətdəyir. Yunis Hünər topladı. Sağ cinaha doğru ötürmə. Kənan yenidən Hünər zərbə vurmağa imkan tapa bilmirlər. Kadirhan imkan olduqca qapıya əla tıpar ötürmələri. Zəfər İbrahim rəqibinə gözəl şəkildə keçdi. Qapıya zərbə, qapıcı bu topun qarşısını kəsir. Qəbələ futbolçuları əks üçün qurmağa yaxşı imkan qazanıblar. Rahim, amma bu epizodda buradan da görünür ki, oyundan kənar vəziyyət hakim də bu epizodu düzgün qiymətləndir. Rafiq cəlmə zərbəsindən topu, amma Sıracı bu zərbələrlə narahat etmək mümkün deyil. Dərhal da irəliyə doğru ötürmə. Rahim bu epizodda İbrahim ilə top uğrunda mübarizə apardı. Rəsul Mirqafarov geri ötürmə risklidir, amma Sırac topu qüvvətli zərbə ilə irəli vurur. Qapçı Yusif Süleymanov topu irəli vurur və tərs bir ötürmə. Bu isə Qəbələ futbolçularının işinə yarayır. Buraxılan qollardan birinin əvəzinə çıxır. Qəbələ futbolçuları Qəbələyə sərfəli nəticə ilə dönmək fikrindədirlər. Sənan Zeynallı bu epizoddan sonra öz təəssüf hissini gizlədə bilmir. Fərq yenidən azalır. 2 top fərqi ilə Qarabağ hesabda öndədir. Artıq hər kəsə məlumdur ki, Qəbələ şəhər stadionunda daha gözəl futbolla yadda qalacaq. Bəhlul hücuma qoşuldu. Qarabağ hücumun təhlükəli olmasına mane olur. Divar ötürmələri də alınmır. Hünər sol cinaha doğru ötürmə. Yunis Hakimi görüşdə hesab açan futbolçu sağ cinaha doğru ötürmə etməyə çalışırdı, amma Qarabağ buna mane olur. Rahim zərbə indirmək lazımdır. İçəriyə ötürmə, amma bu epizoddan da nəysə əldə etmək mümkün deyil. Rəsul out. Qapıdan zərbə ilə Qarabağ futbolçuları top oyuna daxil edəcək. Artıq 8-də 1 final mərhələsinin 3 oyunu başa çatıb. Onlarla sizi tanış edirəm. Gəlin Qarabağın bu hücumuna baxaq. Musa daha bir zərbə, top qapıdadır. Musa Musayev
top istiqamətini dəyişsə də qolun adına dəyişmir. Bu qolun vurulmasında Musa Musayev yaxından iştirak edir. Qəbələ futbolçuları bu epizodda tərs toxunuş edərək topu öz qapılarından keçirir. Növbət dəfə Qarabağ Qəbələ mərkəzdən başlamalıdır. Qəbələ buna qədər keçirdiyi 13 oyunun hər birində rəsmi oyunları nəzərdə tuturam. Qələbə qazanmışdı. Yalnız bir heçizəsi vardı. Orada birinci turda Yevlaxın Karvan komandası ilə 2-2'lik bərabərlik. Qarabağda isə vəziyyət bir qədər fərqlidir. Daha çox oyun keçirib. Komanda paytaxt zonasında 5-ci pilləni tutaraq Qəbələ dərhal top oyuna daxil edir. 5-ci yeri tutaraq 8-1 final mərhələsinə vəsqəni təmini keçirdiyi bu oyunlardan isə yalnız indi qapıya daha bir zərbə Qarabağ növbət dəfə topu Qəbələnin qapısından keçirir. İbrahim az öncə ehtiyat oyuncular skamyasındadır. Bu dəfə isə qolla yadda qalır. İbrahim Rəsulov ikinciden zərbə ilə Musa Musayev topu oyna qapıya. Yox, zərbə təhlükəli alınır. Top bu epizodda qapının yanından keçir. Qapıdan zərbə ilə Qəbələ futbolçuları top oyuna daxil edir. Kadirhan irəliyə doğru ötürmə. Tunar İmanov geriyə qapısına. Sirac topu qüvvətli zərbə ilə irəli vurur. Təhlükəli bir hücum qurmağa çalışır. Qarabağ futbolçular artıq hesab 6-2 Qarabağın xeyrinədir. Hünərdən gözəl hərəkətlər, amma bu epizodun davamını gətirə bilmir. Sirac topu irəli vurur. Hansı qolun? Sağ, sol. Hakim artıq Qarabağın heyətində Məncə ya bütün qollar oyuncu dəyişiklikləri baş verəcək. İnsan qoluna girəcəkdim biraz. Ben bir de orada fint elədim. Birdən-birə 5 oyuncu dəyişikliyi artıq görüşün də sonlarıdır. Ha, hamısını çəkmişəm. Tamam, onlara koyarsın. Video zaten. Hörmətli futbol azarkeşləri, artıq görüşün sonlarına doğru gedirik. Hər iki komandaya gözəl oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Qəbələdən 7 nömrəli futbolçu Yunis Hakimi, Qarabağdan isə oyunun ulduzu 25 nömrə Kamil Bədirxanlıdır. Əlbəttə Qarabağın heyətində bütün oyuncular bugün yaxşı oyunla yadda qaldılar. Yəqin ki, bu cərimə zərbəsindən sonra artıq görüş başa çatacaq. Cavab oyunu bir həftə sonra Qəbələ şəhər stadionunda keçiriləcək. Həmin oyuna da maraq böyük olmalıdır, çünki Qəbələ bugün bu meydanda ilk dəfədir çıxış edirdi. Meydanda çıxış edən futbolçular arasında istedadlı oyuncular da görmək mümkündür. Və beləliklə görüş başa çatır. Cavab oyununda hər iki komandaya uğurlar arzu edirik. Qəbələ həvəsdən düşməməlidir, çünki onlar öz meydanlarında daha baxımlı futbolla yadda qalırlar. Qarabağ isə bugün 4 top fərqi ilə rəqibini məğlubiyyətə uğratmağı bacardı. Hörmətli futbol azarkeşləri, bizə ayrılmış bax burada başa çatır. Sağ olun və ən əsas odur ki, sağlam olun.